Tədbirdə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rihad Qasımov çıxış edərək bildirib ki, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70%-ni şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Bu isə şəhərsalma sahəsində daha dəqiq, uzunmüddətli və sistemli planlamanın vacibliyini ön plana çıxarır. Müzakirələr zamanı bildirildi ki, bu istiqamətdə Bakının baş planı daha geniş miqyaslı yanaşma əsasında hazırlanıb. Baş planın ilk və ən əsas prioritetlərdən biri polisentrik şəhərin yaradılmasıdır. Yəni tək olaraq şəhər, tarixi şəhər mərkəzi yox, digər ətrafda olan rayonların da paralel şəkildə balanslı inkişafıdır. Və bunun üçün də nəqliyyatın, həm klassik nəqliyyatın, həm yaşıl nəqliyyatın, ekolojik aspektlərin həll edilməsi məqsədi ilə inkişafı olduqca önəmlidir. Və təbiidir ki, polisentrik bu yanaşmanı biz nəzərə alsaq, bu gündəlik miqrasiyanın aradan qaldırılması da daha asan məsələyə çevriləcək. Və təbiidir ki, bu da nəqliyyatın inkişafı üçün, baş planda nəzərə tutulmuş klassik nəqliyyatın, standart nəqliyyatın və ictimai nəqliyyatın da inkişafına gətirib çıxaracaq. Çıxışlarda qeyd olundu ki, həyat səviyyəsinin yüksəldilməsi yalnız yeni binaların inşası ilə ölçülmür. Əsas məqsəd insanların sağlam, təhlükəsiz və rahat yaşayış şəraitinin təmin edilməsidir. Bu baxımdan ətraf mühitin qorunması və iqlim dayanıqlılığı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bakıda həyata keçirilən yaşıl şəhərsalma layihələrində ekoloji dayanıqlılıq, bərpa olunan enerji mənbələrindən istifadə və şəhər ekologiyasının qorunması xüsusi diqqətdə saxlanılır. Müzakirələrdə həmçinin Bakının tarixi və mədəni kimliyinin qorunmasının vacibliyi vurğulanıb. Bildirilib ki, baş plan şəhərin tarixi irsinin saxlanılması ilə yanaşı müasir şəhərsalma prinsiplərini də özündə birləşdirir. Baş plan çərçivəsində şəhərin infrastrukturunun əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur. Burada nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tıxac probleminin aradan qaldırılması və daha mobil şəhər mühitinin formalaşdırılması daxildir. Qeyd edildi ki, Bakı artıq metropoliten şəhərə çevrilib və ayrı-ayrı küçə və prospektlərdə nəqliyyat axınının rahatlaşdırılması məqsədi ilə müxtəlif layihələr həyata keçirilir. Vurğulanıb ki, müasir şəhər yalnız nəqliyyat vasitələrinin deyil, insanların da rahat və təhlükəsiz hərəkətini təmin etməlidir. Bu istiqamətdə paytaxtın müxtəlif rayonlarında aparılan quruculuq və abadlıq işlərindən də bəhs olunub. Panel müzakirələrlə davam edən tədbirdə baş plan haqqında daha təfərrüatlı məlumatlar verilib və reallaşdırılan proyektlər haqqında açıqlamalar edilib. Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələrdən danışılıb və ayrı-ayrı bölgələrdə həyata keçirilən quruculuq işlərindən də bəhs olunarkən, xüsusilə mən qeyd etmək istəyirəm Naxçıvan haqqında. Naxçıvanda 5 hektara yaxın ərazini əhatə edən Naxçıvan rezidental kompleks haqqında da açıqlama verilib və ümumiyyətlə bütün bu yaşayış komplekslərinin müasir standartlara tam uyğun, ən əsası da insan rahatlığına hesablanmış şəkildə inşa edildiyi bildirilib.